Deməli, yoldaşlar, gəldik artıq ikinci mövzuya, B1 səviyyəsinin ikinci mövzusuna. Burada artıq biz present continuousun necə gələcək zamanda istifadə olunduğuna baxacağıq. Hansı ki, bu bizi daha peşəkar ingilis dilində danışdığımızı göstərən bir nüans olacaq. Biz normalda deyirik ki, I am playing. Yəni, mən bu dəqiqə oynayıram. Amma biz bunu gələcəyi də nəzərdə tutub deyə bilirik və heç nəyi də dəyişməyə ehtiyac yoxdur. Misal üçün, Azərbaycan dilində belədir. Deyirik ki, sabah Türkiyəyə uçuram. Bax, uçacam demirəm. I will fly demirəm. I am flying deyirəm. Sabah uçuram deyirəm. Bax, bu mövzu ondan bəhs edir ki, gələcək zaman üçündə biz indiki davam edici zamanı istifadə edə bilirik və bu o vaxt keçərli olur ki, yəni siz bunu 100% eləyəcəksiniz. Deməli, xatırlayırsınızsa biz gələcək zamandan danışmışdıq. Bunun bir də to be going to ilə olan formasını danışmışdıq. To be going to. Əgər to be going to bilmədən imtahanlarını verib keçmişsinizsə, lütfən qayıdın əvvəlki mövzulara, baxın, təkrarlayın, daha sonra bu mövzuya qayıdın. Deməli, bir də bununla yanaşı present continuous bölməsi var. Bunların üçünün arasında bir fərq var. Bu qeyri-qəti gələcək zamandır. Yəni, mən I will fly to Turkey deyirəmsə, mən Türkiyəyə uçacam deyirəmsə, bu bilinmir, uçacam, uçmayacam. Prosta elə belə deyirəm də, uçacam. I am going to fly to Turkey deyirəmsə, bu deməkdir ki, mən Türkiyəyə uçacam və bunu biraz beynimdə netləşdirmişəm, bəlkə də bilet almışam. I am flying to Turkey tomorrow, o vaxt deyirəm ki, mən 100% sabah Türkiyəyə uçuram. Yəni, bu daha dəqiqdir, yəni bu indiki davam edici zamanda dediyimiz. To be going to ondan biraz daha az qətiliyi var. I will play qeyri-qətidir. Yəni, ola bilər ki, elədim, ola bilər ki, yox. Amma will-lə o demək deyil ki, siz qəti olmayan şeyləri deyə bilməz və s. Bunu hamı rahat şəkildə istifadə edir. Heç kim fikir vermir ki, bu belədir, yoxsa yox. Amma bu biraz əhəmiyyətli məsələdir ki, indiki davam edici zamanı çox qəti olan gələcək zaman üçün istifadə edəsiniz və aşağıda gördüyünüz bütün o cümlələr, tekstlər və s. hamısı gələcəyi nəzərdə tutmuş, amma indiki davam edici zamanda yazılmış strukturlardan ibarətdir. Onları oxuduqca özünüz də hiss eləməyə çalışın ki, burada əslində söhbət gələcəkdən gedir. Burada yazılıb ki, məsələn, I am buying a new car. I am buying a new car o demək deyil ki, mən bu dəqiqə alıram maşını, pulunu sahib verirəm. Bu deməkdir ki, mən alacam 100%, sabahları gedib alıram. Ya da ola bilər ki, həqiqətən də indiki davam edici zamandan söhbət gedir. Yəni, bu dəqiqə baş verir. Sadəcə siz əvvəlində və sonrasında olan cümlələrə görə avtomatik ayırd edə bilirsiniz ki, burada söhbət gələcəkdən gedir, yoxsa elə indi bu dəqiqədən gedir. Məsələn, biz ofisdə oturub söhbət edəndə I am buying a car deyəndə mən biləcəm ki, təbii ki, siz gələcəkdən danışırsınız. Bu dəqiqə maşını almırsan, axı görürəm. Yəni, bunun fərqi bu qədər sadə və rahatdır. Bundan sonraki mövzuda artıq növbəti zamanı keçəcəyik. Zəhmət olmasa bunun sözlərini yaxşı-yaxşı öyrənin. Bu mövzunu başa düşdüm, bu bir mövzuya keçə bilərəm deyil. Bu mövzu təkcə bu qrammatikadan, bu cümlə strukturundan ibarət deyil. Bunun sözlərini yaxşı-yaxşı öyrənmək lazımdır. Sözləri öyrənmədiyiniz zaman B1 səviyyəsində olmuş olmayacaqsınız. Yəni, hər səviyyənin özünə uyğun şəkildə sözləri var. Sözləri öyrənin, imtahanı verin, növbəti səviyyədə görüşərik. Özünüzə yaxşı baxın.